Tamam. Sən bir zəhmət olmasa bizə şərti də oxu. İlk şərtindən başla gəlsin. Şimdi bir dənə diqqətlə baxsın, fikri də burada olsun. Artemis şirkəti 01.02.2022 il tarixində iş şəxsi Əfqatunova Gülöbşədə aylıq icarə haqqı Milli Ərzör adlı olan anbar icarəyə götürmüşdür. 3 aylıq icarə haqqını öncədən ödəmişdir. Bu ödənişləmək üçün bankdan kassalara 1000 azın vəsait daxil oldu. 1000 azin bankdan kassaya daxil olub, kassa mədaxilinə qeyd eləmisən. Ödənişdə bankdan ödəmisən 3762 manat 3 aylığını hesablamısan. 3 aylığını hesabladığına görə 242 nömrəli hesaba vermisən debitinə, yəni gələcək dövrün xərcinə. Allah. Bəs həmin ayın hesablaması var burada? Nasıl? Ödədiyin ayın. İcarətdə bu ayın əvvəlindən alırlar yəqin ki. Yox. Məncə 720 xərc yazmışdım birinci. 721 min. Yox, bax, deməyə çalışdığım nədir? Obyektin icarəsi nə qədər idi? 1200, 1254. 3 aylığını ödədin. İndi birinci ay var, oturduğunda, yəni götürdüyün. Həmin ayın icarəsinin hesablamasına girməmisən, onu demək istəyirəm. Bir dənə əlavə edeyim bura. Uşaqlar, siz də belə eləmişsiniz ümumiyyətən. Birinci var. Avansa vermisən sən? Yox, gedək ki, keçən dərsdə biz onu xidmət olduğuna görə gələcək dövrün əslində eyni təyinatlı sayılır, amma avansı mal materiallar üçün istifadə edirik. Xidmət üçün gələcək dövrün xərcini istifadə edirik. Hesaplamasını girək. 720 nə obyektidir bu? İcarə var. Ambar. Ambardır. Yəni istehsalat ambarıdır yoxsa satış ambarıdır? Ambar ümumiyyətlə satışla bağlı olduğuna görə, yəni depolanma, onu 721 yox, 711 ilə kodlasanız daha doğru olar. Ki, kommersiya xərcinizi ayıra bilərsiniz. 535 icarə. Bəli, icarə öhdəliyi 535 olacaq. 535. Xərci yazıq. Öhdəlik. 1254. Tamam. Hesablamamızı da elədik. İndi burada bir dənə də əməliyyatımız var idi bizim. Onu da denən zəhmət olmasa. 3 əməliyyat nəzərdə düşdü. Xanım deyə bilməsə, hər hansı biriniz deyə bilərsiniz. Keçən dərsdə eləmişik. Bax, sana şey bağlayacaq. Hə, sıxa bağlamalı. Zayma rəşotumuzu eləyəcəyik. Çünki 242. Nəyə vermisənsə o. Bəli. 535 nömrəli öhdəliyi bağlayırsan gələcək dövrün xərci ilə. 242. Hə? Artemisə baxır, Artemisə. Tamam, bağlama yazıram. Gerisini özünüz bilərsiniz. Bağlama. Tamam, rəqəm nə qədər? 1254. Yəni bir aylığını sadəcə. Biz dövriyyə qalıq cədvəlində hər hesabın qalığını ayrıca görə bilək deyək və borcumuzun olmadığını da görə bilək deyək. Deməli, torpaq tikili avadanlıq alışı olubdur. Şərti oxu zəhmət olmasa. İkinci tarixdə Artemis şirkəti artıq ilin ikinci ilkindən başlayaraq istehsalat sahəsinin qurulması üçün işlərə başlamışdır. Bunun üçün Türkiyədən dəniz ithal işləri başlamışdır. İqa elektronik şirkətindən aşağıdakiləri sifariş etmiş, 20% avans ödəmişdir. Avadanlıqlar çatdırıldıqdan sonra 20% daha ödəniş ediləcək. Qalan 60% hər 20% olmaq ödəniləcək. Avadanlıqlar 20 olduğu üçün 22 tarixində BBG-yə çatdırılacaq. Avadanlıqlar aşağıdakilar. Tamam. Deməli, avadanlıqlar aprel ayı çatacaq, gördün mü? Alışımız nə qədərdir? Orada verilib avadanlığın alış qiyməti. 12.002 ədəd, 23.001 ədəd, 18.000. Siyahı verib də, düzdürmü? Elədir o. Bir dənə alışı girək onda birinci. Alışda eləyib də 65.000. Bəli. Bir də belə bir şey.
532 nömrəli hesabı da deyin zəhmət olmasa görə o xarici şirkətdir yoxsa 531 2-də mi aparacağıq onu? 530 öğrenme üniversiteleri. Onda 531.2-də aparacağıq. Niyə belə eləyirik? Baxın, bunu xırdalıq kimi görməyin. Bəli, vacibdir. Statistik, süper hesab kimi açacaqsınız. Bu sizə statistik hesabatları verəndə böyük yardımcı olacaq. Xarici şirkətlərlə aranızda olan borc qarşılıqlı, məsələn, onun üçün istehsalat hesabatını vermək üçün, ümumiyyətlə maliyyə hesabatlarını çıxardanda lazım olacaq. Xarici borcunuz nə qədərdir, yerli borcunuz nə qədərdir və yaxud da hansı yük kömürlük bəyannaməsinin qarşısı açıqdır, ona ödəniş etmisiniz, etməmisiniz, onları biləcəksiniz. Yəni, axtarında çox rahat olacaqsa vaxt baxımından və analiz baxımından. Yəni, yerli, belə deyək, 531 öhdəlik hesabı deyildi. O, deyək ki, yerli şirkətlərin öhdəlik hesabıdır. 531.1 odur, 2 də xarici şirkət kimi götürün. Mən bunu hal-hazırda burada düzəldim. 2 edim. Tamam güzel. Sadece süper. 65 rəqəmini hesablayıb yazıbdır. İndi mənə maraqlıdır nə? Ödənişi nə vaxt eləyib? Birinci 20% avans ödemiştir. Hələ sifarişi verib 20% avans. Bir dəqiqə. O zaman belə bir şey eləmək lazımdır. Avans ödənilib. İkinci vermiş avans o bankdır. Burada məsələ nədir? Baxın. Mühasibatlığın ən vacib tərəfi ardıcıllıq prinsipi. Sənin əməliyyatında birinci nə baş verib? Ödəmə baş verib. Düzdürmü? Amma sən birinci burada alış əməliyyatını qeyd eləmsən. Ona görə alış əməliyyatından öncə birinci olmalıdır sənin bu verdiyin avans əməliyyatı, bəli. Baxıram, avadanlıq 20% ödənişi avans. Burada bank qeyd edərəm. Tamam, avansı verdik. Bu hissəni silirəm. Alttaki hissəni silirik ki, bizim balansımıza mane olmasın. Bəli, 65.000 ondan sonra alış elədik. Aprel ayında bayaq qeyd elədim ki, mal gəldi Bakı Baş Gömrük İdarəsinə. Mal Bakı Baş Gömrük İdarəsinə gələndən sonra nə oldu? Avadanlıqlarımız yanından sonra o da şərtimiz vardı ki, bir də 20% ödəməli idi, səhv eləmirəmsə, düzdürmü? İşe başlayayım. Bak. Daha birinci nağdı burada var. Yəni bir dəfə bağlamısan. Yəni mal gəldi, öhdəliyi yarandı, avansı bağladı 13, əla. Burada başa düşmədiyiniz yerlərə müdaxilə edin, yəni. Mən səsiz çıxmırdı ya, anlayırsınız kimi qəbul edirəm. Bu keçən səfər işlədiyimiz məsələnin biraz tarix ardıcıllığının gedən hissəsidir. Buradaki o şərtdəki başlıq önəm daşıyır, yoxsa biz... Hansı? O 5 tarixdə... Tarix əhəmiyyətli bir şeydir. İkinci ildə Artemis şirkəti artıq ilin ikinci rübündən başlayaraq istehsalat sahəsinin qurulması üçün işlərə başlamış. Bəli. Bu günlərin mənası var tarix baxımından sənə ki, artıq bu xidmət və yaxud da inzibati əməliyyatlarından çıxır, zavod və yaxud da müəssisə qurmağa, istehsalat qurmağa gedir. Onun üçün neyinir? İstehsalat avadanlığı alır. Hansı ayda? Apreldə. Benim sözü onlara 5 il başlayıb, həmin vaxtda sifariş etmiş və 20% avans ödəmişdir. O şirkətlə bağlı münasibət bəli, ödəyibdir 20%. 20%. Dəyərinin 20%-ni. Şeylərin də özü siyahısı verilibdir. Dəyəri məlumdur ki, invoice dəyəri nədir? Həmin invoice dəyəri 20%-də də ödənişini eləyibdir. Və ondan sonra məhsul gəlib Bakı Baş Gömrük İdarəsinə çatıb, müqavilə şərtinə əsasən məhsul Bakı Baş Gömrükdə olanda da bir dənə 20% ödəməli idi. 65 min deyil o. Çox büyük. Çox 60 bin zan müddəli yazdı. İçində olmuş ki, Öhdəliyə yazmı baxın. Öhdəliyi mənə göstər. Öhdəliyi bu. 23. 13'ünü sildi zaten. 13'ünü sildim, aşağıya yazdım təzədən. Bunu deyirsən? Yani sen öyleydim yani çok çıkmışız. O kopyalamışdım mən. O mən sətr atdım. Altdakı sətri keçirtdim üstə. 20% ödəməlincini. Sadece bir ki katılan paylaşımı 20'nin olduğu 20 farklı katılışım. Çatlayamamış orada ülkeyi qeyd oluncu da ardarda qeyd olmuş.
Bu deyirəm də, məhz mən də onu deyirəm. Mən yuxarıya alışın üstünə sətr atdım. Ardıcıllıq prinsipini qorumaq üçün. Avanslı. Ki birinci ödəməni olmalıdır. Sonra alışın olmalıdır. Onu kopyalayıb yuxarıya attım deyə aşağıdakı kopya qaldı. O şey ödəmənin altında olan sətr qaldı yerində. 2 dənə. Bu sətri demirsən, bunu mən təzə sildim. Eynisiydi. Qaldırdım, attım yuxarıya bu sətri. İndi bizə burada ödəmə bağlanandan sonra təzə ödəmə nə vaxt olubdur? Sadece iş çatandan sonra elin faizini ödeyecek. Çatdı. Göstermiyor. Yok. Yox, axı sən şey deyir axı. Aprel ayında sən şərti oxuyub bitirəndə ki, aprel ayında 20-sində Kırılacak. çatdırılacaq. Hələ çatdırılmayıb. Ona göre ödeme. Ondan evvel Hələ çatdırılmayıbsa bizim burada işlədiyimiz əməliyyatlar yanlışdır. Şərtə bir dənə diqqətlə bax. Əgər məhsul məndə deyilsə, mən onu alış kimi mədaxil verə bilmərəm. demiş. Nə olsun demişəm? Avans vermiş. Bir iki kırılmış yaxın. Nə olsun? Ve onu qeyd eləməni bilmir. Bəlkə yolda gəlib terroristlər qaçırdı, tırı heç cavab məhsuluna çatmadı. Yaz. Bəs yazmalısan da, biz bu iki əməliyyatı yaza bilmərik. Biz alışı da, alışın bağlamasını da qeyd eləyə bilmərik. Niyə? Çünki hələ aprel ayının 20-si gəlib çıxmayıb. Düzdür? Bəli, avansımızı qeyd edirik. Sonraki şərtin nədir? 150.000 kapital qoyuluşu olub. Bəli. Bunlar sonra orada qeyd eləyəcək. Tarix gələcək həmin yerinə. Var. Məhsul çatacaq. Bəli. Çünkü Emin Babayev'den 150.000 adı vesayet almış. Artım şirketine infaz. Tamam. Deməli kapital qoyuluşu almışıq. Kapital artıbdır passivlərdə, pul vəsaiti artıbdır aktivlərdə. 150.000 əməliyyat düzdür. Daha sonra 18 oldu tarihinde Mart'ın 22. hesabına düzenlenmiş. Aslında burada ne yaptı? Onları bir dəqiqə. Səndə o şərt gəlir. Bəs burada avans falan var axı. Səndə şərt nə gəlir? Kapital qoyuluşundan sonra nə gəlir? kapital borcundan sonra ödenmiş. Yani iyi yukarıda tanım. Bu Artemis'in çox güman ki, ikinci məsələsidir yəqin ki, birinci məsələsində əmək haqqı borcu qalır. Əmək haqqı aşağıda verilir. Anlatma. Yok, o istersen. Ayrıca bir de ilk profesyonel yaptık yaz. 700 manat. Artemis. Şerefin içinde. Mən məsələnin şərtini tapmağa çalışıram. Aprel 2002. Tamam. Orada Mart 2022 var. Mart 12'ye 2022. bakar. Saldo dövriyesi cədvəli Artemis dememizdir. Bu değildi. O da 12'ye bakar yazılır. 20 April'de 5 20 olur 2003 tarixində müəssisəyə 5 nəfər usta vəzifəsinə işçi götürülmüşdür. Əmək haqqısı 7 AZN. Bir nəfərin əmək haqqısı 700 AZN. Amma o biri ödəməmiz nə vaxtı? Apreldədirmi? Mart değil, əməlim. Martı... Mart ayının əmək haqqısı ödənilib deyil. Gözlü qoy özüm oxuyum. Artemis şirkəti 20% ödənilmişdir. İkinci üstə hesablanmış əmək haqqısı. Bu Artemis'in ikinci məsələsi olduğuna görə burada birincinin hissəsi yoxdur. Yəni əmək haqqlarını siz görmürsünüz. Tamam. Yaranmış vergi öhdəliyi ödənmişdir. Mart ayında bunu da keçək. Sosial sığorta üçün öhdəlik ödənmişdir. Bunu da keçək. Mən Artemis'in birinci məsələsini taparam sizə. 10.04.2022-ci il tarixində Afrodit MMC şirkətindən sifariş qəbul etmişdir. Sifarişin həcmi böyük olduğu üçün 30.000 ədəbə daxil avans almışdır. Bir dəqiqə görə necə qəbul etmirsən sən bunu? 30.000 qeyd eləmsən, ədəbə keçmədiyimizə görə ədəbə hissəsini qeyd eləməmsən. 224. İlk 226. Zəhmət olmasa bir dənə bunun üzərindən keçək, ədəbini göstərməsək belə ki, içərisindən çıxardığında necə çıxardacaqsınız? 30.000 ədəbə daxil. Bax, siz fikirləşin ki, rəqəm sizindir. Kalkulyator, kompüter, hər şey istifadə edə bilərsiniz. Telefon. 30.000 ədəbə daxil bir məbləğin nə qədəri mənim bank hesabıma oturacaq? 23. Necə olan Bir tam %18'e böləndə ədəbəsiz rəqəmi qalacaq sizdə. 30.000. 30 min. Mən əlimdə eləyim ki, Baxın, xanım yazıbdır 30.000, mən
çalışıram bunu ayırmağa, məqsədim var bunu ayırmaqda. İstifadə üçün buna oturacaq. Tamamilə doğrudur. İstifadə edə bilməyəcək. Yəni əslində Naxçıvanda bu keçərli idi. Bax belə bank hesabına otururdu. ƏDV də bank hesabına otururdu. ƏDV ilə bağlı danışanda qeyd etdiyimiz kimi depozit hesab bizə məxsusidir. Hə. Baxın, ümumiyyətlə ƏDV daxil sözü işlədəndə həmin şeyin tərkibindən -18% yazmayın. Yəni 18%-ni, 30.000 18%-ni oradan çıxartmağa cəhd eləməyin. İndi ƏDV dərsində xırda-xırda onları keçəndə bir-bir üzərinə keçəcək, amma fikir olaraq bilinsin. Bu adi faiz nisbət tənasüb məsələsidir. Əgər misal üçün marketə gedirsiniz, alış-veriş edirsiniz, rəqəmi nə qədər tutur? 100 manat. Amma siz o 100 manatı ƏDV daxil ödəyirsiniz. Siz bilməlisiniz də bunun içərisində nə qədərini vergi olaraq ödədiniz. Hər kəs düşünər ki, 100 manat içərisində yəqin 18 manat ödədim. Xeyr, əslində 15 manat civarında bir rəqəm ödəyirsiniz. Siz burada nəyi tapmalısınız ƏDV olaraq? Nəyin üzərinə həmin rəqəmin 18%-ni gələndə 30.000 eləmişdi? Onu tapmalısınız. Onun da ən qısa yolu ƏDV daxil rəqəmi 1,18-ə bölməkdir. 1,18-ə. Alınan cavab birbaşa ana məbləğin özünü verəcək. Yəni əsas məbləği verəcək. Bank mümkün deyil elə bir şey olsun. O kitleyi verdiği bilgiden sonra 2 1,18'e. Bakın indi burada adicə bura getdi rəqəmim mənim. Ha buradadır. Ha burada qeyd eləyəcəm bərabərdir. Bu rəqəmin bölünsün 1,18. Bax bu cürə yazılır. Qoy. Nöqtəni düz verməmişəm. Buna. %18. Aha, %18, bəli. Siz onu bilgilendiremezsiniz. Hə? Nöqtə qoymuşdum. Məndə vergüllə götürür axı tam hissəni. Rəqəm kimi oxumurdu onu. Bəli. 25.000 Bu niyə rəqəm çox oldu? Düzəldəcəm. Kontrol Z-ə basanda avtomatik qayda gelir. Bu da bərabərdir. Baxın. Ən qustar üsulla Excel-də sizə göstərirəm rəqəmlərinizi tapa işləməyi ki, durub bir də dağda daşda axtarmayasınız. Bəsit formada sizə lazım olan rəqəmin özünü tapmaq. 4576 manatda ƏDV hissəsidir. Bu da getdi bizim aktivimizdir. ƏDV-də pul vəsait hesabıdır. O da artdı yenə debitdə. Ona görə debitə qeyd elədik. Və nəticədə 543 dərim alınmış avansımın cəmi tamam 30.000 elədi. Amma bir də belə bir şey deyim. Baxın, %18 sizin üçün çox vacibdir yadınızda saxlamaq. İşlədiyiniz müəssisələrdə, misal üçün deyirəm, əgər ticarət müəssisəsidirsə, şəbəkə marketlərdirsə, adi marketdirsə, yəqin ki, bütün məmulatlar alacaq. Bütün məmulatları alındığı zaman orada ödəmə stili tamamilə fərqlidir. Bütün məmulatlarını ödəyərkən 1 qəpik artıq belə ödəyə bilməzsiniz. Əksiyi hələ demirəm ha. Yəni ƏDV də qəpiyə qəpik eyni olmalıdır. Əsas məbləğ də qəpiyə qəpik eyni olmalıdır. 1 qəpik fərq eləyəndə zavodun sistemində sənin ödəmən qəbul edilmir. Sənin malda göndərilmir, ödəmən də geri göndərilir. İçkidə demirəm, nağd tütünü deyirəm. Bu elə bir təcrübədən keçmiş məlumat olduğuna görə deyirəm. Onun üçün 1,18-ə bölərkən arxada məsəl üçün belə dedi, vergüldən sonra bir 4 rəqəm qoyun ki, reallığı görə biləsiniz. Ki, həqiqətən nə qədər ödəyəcəksiniz. Baxın, biz burada bunun ikisini cəmləyəndə görürsünüz birbaşa 30.000 verdi. Yəni, məsəl üçün, onlarda göndərdiyi siyahıda onun kimi gələn rəqəmlə, gələn çekin eyni rəqəmə gəlməlidir. Yoxsa məhsul iptal edəcək, hə. Bu da bir qeyd kimi nəzərimizdə olsun. Rəqəm yuvarlansın orada. Çoxsunda fərq etmir. Əsas odur ki, birə-bir eyni olmalıdır. Toplayanda birə-bir. Onların fakturasının eyni olmalı. Buna yazaq, depozitə mədaxil. Sonraki şərtimiz nədir bizim? 30.000-i qeyd etdik. Qarabağ otel üçün yataq tək nəfərlik 60 ədəd, qiyməti 350 azin, plus 18%. Deməli, baxın bu şərtləri nəzərinizdə saxlayın. Bu artıq ƏDV daxil deyil. Bu plus əlavə dəyər vergisi olacaq. Bunu artıq kalkulyatorunuzda plus 18% yaza bilərsiniz.
Yəni 2 saat üstüne geldi. hə, elə bəli, kalkulyatorda 350 plus 18% yazsaz, istədiyiniz rəqəmi alacaqsınız. Yəni bu şərtlər sizə başqa yerdə imtahanlarınızda falan da daxil olacaq, amma ifadələrə diqqət eləyin. 60 ədəd qiyməti bu qədər. 60 ədədinin qiymətidir bu. Yataq 2 nəfərlik 20 ədəd qiyməti bu. 2 nəfərlik yemək masası 50 ədəd qiyməti 150 manat. Tamam. Tarixindən öncə bu sifarişdir, düzdür? Bayaqlar var. Bu sifarişdir. Baxın, sifarişi əməliyyat kimi yaza bilmərsiniz ha. Ümumiyyətlə belə bir şey var. Mühasibatlıqda əgər bağlanan müqavilələr ola bilər, müqavilələr dəyərli müqavilələr ola bilər, dəyəri 1 milyon olsun, 300 min olsun, yəni müqavilədə məbləğ görərsiniz, bir də onu əməliyyat kimi işləmək istəyirsiniz. Əsla etmirsiniz. Əməliyyat o zaman işlənilir ki, onun altında bir maliyyə axını formalaşsın. Bu tək puldan getmir ha söhbət. Bu maldan da gedir söhbət. Misal üçün, sizin anbarınıza bir məhsul gəlməmiş, siz zaten onun hesablamasını verə bilmirsiniz. Yəni, nəyə görə verə bilmirsiniz? Məsələn, elektron qaymə deyirik. Elektron qaymə nədir əslində? Təhvil təslim aktıdır. O sənəd vasitəsilə sizin anbarınıza dəyərli bir şey daxil olduğuna görə siz onun əməliyyatını sisteminizə daxil edə bilirsiniz. Və yaxud da bir şey alırsınız, ödəyirsiniz, hesablama deyirik ya biz. Onların da hamısının altında maliyyə axını var. Maliyyə axını olmayan bir əməliyyat, yəni pulum, aktivim bir yerdə, aktiv axını deyək də, maliyyə deməyək. Aktivim mənim bir yerdən başqa yerlərə hərəkət eləməyibsə, o mənim üçün maliyyə əməliyyatı sayılmır. Qeydmi? Bəli, qeyddir. Olacaqmı? Olacaq. Amma əməliyyat deyil. Fikriniz qarışa bilər ki, bəs idarə olanda biz pasivin yer dəyişməsi edirik, müəllim. Ortada bir aktiv yox, bir şey yox. Niyə biz o əməliyyatı qeyd elədik, bayaqlarım hesablama veririk biz ona? Ona görə hesablama veririk ki, burada qarşı tərəfin aktivi zaten bizdədir. Mülkiyyəti, binası bizdədir. Kimin istifadəsindədir? Bizim istifadəmizdədir. İstifadəsi özümüzür. Zaten aktiv bəri başdan bizdədir. Onun hər hansı bir axınına ehtiyacı yoxdur. Əməliyyatdan öncə ilə axını baş veribdir bu. Və ona görə edirik. Mən onu almış kimi yazmışam. İndi onu öyrəndim. Hə, təxmin etdim. Baxmamışdım, amma təxmin etdim. Çünki bayağı yuxarıda belə yapdım. İndi baxaq. Bunun sifarişini verib. Tamam. Tarixindən öncə 15.04.2022-ci il tarixində avadanlıqlar. Bəli, buyur. Gələ bilərsən. Bakı baş gömrüyünə çatmışdır. Baxın, bu bayaqki şərtin arxa hissəsidir. Biz alışını girmək istəyirdik. Baxın, indi şərtə diqqət edirsiniz, ümumiyyətlə uşaqlar xüsusən yığılmış bir şərtdir. Xanım nə dedi? Dedi ki, mən bu mebel sifarişlərini alış kimi yazmışam. Amma yaza bilməzdiniz, sizmi niyə? Heç sizin onu istehsal etmə avadanlığınız yoxdur. Siz onu necə belə deyək də bu kimi dəyərləndirə bilirsiniz. Ardıcıllıq prinsipi dediyimiz budur. Yəni real iş həyatında sizi gözləyən budur. Hər şey bir-birinin arxasınca baş verir. İndi isə bayaqki əməliyyatımızı qeyd edə bilərik, aktivin alışını. Belə bir şey deyim sizə. Azərbaycan Respublikasının qanunvericiliyi birə-bir bu cürədir. Bir şirkətin və yaxud da ki, bir şəxsin, bizim kimi fiziki şəxsin belə, mülkiyyəti nə vaxt təsdiq olunur? Xarici mallarda. Mal gəlib ambara çatanda yox. Mal gömrükdə olanda da yox. Gömrük rüsumu ödəndiyi saat, saniyə və dəqiqə həmin o qəbzin üzərində qeyd olunur. Həmin o tarix və o saat və o dəqiqədən etibarən həmin aktiv, onun mülkiyyəti sizə aiddir. Gömrəyin Çatanda deyil. Çatdı gömrüyə, bəyannaməsi çıxdı, ödəniş elədim. Bax, nəyin ödənişini deyirəm? Mən burada invoice dəyərini xarici şirkətə ödəməkdən danışmıram. Gömrük xidmət haqqını, əlavə dəyər vergisini ödəməkdən danışmıram. Yəni idxalda vergisini ödəməkdən danışmıram. Sırf gömrük rüsumu ödəndiyində o mülkiyyət olur sənin. Sən artıq onun satış müqaviləsini yaza bilərsən, satış qayməsini yaza bilərsən, onunla bağlı istədiyin qərarı verə bilərsən, o mülkiyyəti başqasına ötürə bilərsən, zaloq qoya bilərsən, ipotek edə bilərsən. Verməsələr mövzusu deyil, o sənin də artıq. Verməsələr mövzusu yoxdur. Rüsum ödənilibsə o mülkiyyət sənindir. Yəni təsdiqlənir. Onu sən ödəməsən rüsumunu, onun geri qaytarılma şansı var. Amma ödəmisənsə artıq o mülkiyyət sənindir. Bunu nəyə görə deyirəm? 15.04.2022-ci il tarixində avadanlıq Bakı baş gömrüyünə çatıbdır. Müəssisənin kassiri gömrük əməklərini etmək üçün təhdidləşən şəxsə, bax,
Çatıbdır, amma biz əməliyyatı işləmirik. Bax, hələ də işləmirəm. Arxasına baxıram şəhid. Təxtil hesab şəxsə 16.000 azı pul veribdir. Pul verilən əməliyyat artıq bu icra olunubdur. Birinci bu olmalı. Sən 16.000-ə baxım görüm hardadır bu? Aha, buradadır. Bu nəyin qabağındadır? Bu hansı əməliyyatındır bilmirəm. Buradan biraz açım. Yo, 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 yo. O faizi almaqdır, idarənin faizi alınır. Təxtil hesab şəxsi düz seçibdir. 244 nömrəli hesabdır. Bilməyən və yaxud da zəif bilən və yaxud da izah eləməmişəmsə xatırladın. Lap təxtil hesab şəxsi sizə izah edeyim nədir? Təxtil hesab şəxs müəssisənin əməkdaşı olur. Çox vaxt bu cür iş firmalarda təchizatçısı olur. Əksər hallarda təxtil hesab şəxs kimi direktorundan belə deyək də təsərrüfat mallarının müdürü bunlar iştirak edirlər. Çünki pulu nə xərcləyə biləcək və yaxud da bir yerdən başqa yerə apara biləcək şəxslərdir. Hə, daşıyıcı alış da eləyə bilər sənin əvəzindən. Bəli. Bu verilir. Bir növ avans kimi verilir. Bayaqlarım siz 243 avans olaraq qeyd edirdiniz. Bu da onun kimidir. Aktiv hesabda təxtil hesab şəxs heç vaxt ay ərzində qalığı qala bilməz. Aylıq balansda onun qalığını görməməlisiniz. Ay ərzində bağlanmalıdır. Pul verilir, elə bir sənin ayrıca bir kassa hesabı kimidir. 221-in səyyar formasıdır 221. Bəli, ayaq bir neçə nəfər də ola bilər. Bəli, amma hər birinin bəli, tamamilə doğrudur. Ümumiyyətlə müəssisənin aktivlə bağlı, istər pul olsun, istər daşınmaz əmlak olsun, fərq etməz. Orada qarolçu olan, onu idarə edən, onu sürən, onunla bağlı cavabdehlik daşıyan bütün şəxslərin istifadəsində olan şəxslərə maddi məsul şəxs haqqında müqavilə bağlanmalıdır. Biri var vəzifə öhdəliklərindən qaynaqlanan hüquqları və öhdəlikləri işçinin. Bir də var ki, vəzifə təlimatından və öhdəliklərindən əlavə sənin işin mənə məhsul almaq idi. Amma mənim pulumu saxlamaq, aparmaq deyildi. Pulumu sən xərcləyə bilməzsən demək üçün ondan maddi məsul şəxs müqaviləsi bağlayıram. Şəxsi istifadə üçün yararlanmasın deyə. Ödəmişəm 16.000-i, bəli. İndi burada nə etməlidir? Təxtil hesab şəxsimiz 16.000 manatlıq gömrük rüsumumuzu və digər əməliyyatlarımızı, xidmət haqlarımızı ödəməli. Hə? Avans deyil. Elə təxtil hesab şəxsin özünün nömrəsi var. 244 nömrəli hesabdır, aktiv hesab. Aktiv hesabda 244 passivdir. Tamam, aktivdir. Niyə aktivdir? Ən azından bunu deməyən bəhs edir. Onun tərkibini izah eləməyə də ehtiyac yoxdur. Bəli, hesab 300-ə qədər də yerləşir, zaten bu aktivdir. Orada pasiv olmayacaq. Burada getdi, şərtimizin arxasına baxaq. Tamam. Aslan verirəm. Aslan Rəhim Pənahoğlu götürdü. Bu arada bu şərt ad Bəliboğlu'dur. Götürdü. Vasitə ilə bağlı avans hesabatını verdi. Əməliyyatlar aşağıdakı kimidir? Baxın, mən ödənişi hardan bilirəm? Mən ödənişini hardan bilirəm? Gətirib mənə avansın açıqlamasını verir. Yəni avans hesabatını verir. Çeklərini falan bir yerdə və izahatını və mən oradan gömrük rüsumuna nələr ödədiyini görürəm. Və mən nə etməliyəm? Bu əməliyyatların ödənişini girməliyəm. Hayır. Bəlalara girəcək. Malın dəyəridir. Malın dəyəri yox. Müəssisənin kassası gömrük əməliyyatlarını Verməli al çapanda. 16.000 yox, 20% ödəməliydin. O ayrıdır. Bu ayrıdır. Biz ondan qabaq biz burada şey var. Hələ mal çatıbdır. Biz rəsmiləşdirməmişik. Amma düz deyil, onu da eləyə bilərik. Şərtə bir dənə diqqətlə baxaq. Satandan sonra ödəməli, yoxsa rəsmiləşəndən sonra ödəməli? Bu şərt də var. Biri var gömrük rüsumunu ödəyəndən 5 gün sonra. Satandan sonrası bəli, biz artıq o əməliyyatı təkrar girməliyik. Hansı ki 13.000 var idi. Eynisini, eyni əməliyyatı təkrar daxil edirik. 20% getməsin. Elə diqqətli olmağınız əladır əslində. Tamam. Gəlirik bura 250 manat, 9750 manat. Birinci rəqəmləri qeyd edeyim, sürətli ola bilmək üçün. 9700 Yox. Çatanlar sonra 20%. Hə.
Şərtdə deyirik ki, 15.04.2022 tarixində avadanlıqlar Bakı Baş Gömrük İdarəsinə çatmışdır. Mən də yaddan çıxartmışdım, tam etmə sağlıq. 9152 13500. Bu ardıcıllığı da sizə izah edəcəm. Niyə bu ardıcıllıqla yazmışam? Broker xidməti 7080. Gömrük xidmət haqqı. Gömrük rüsumu. İttihalda ədəbi. İttihalda ədəbi ilə bağlı məlumat vermişdim. Bu digər ədəbi ilə eyni şey deyil. Arazimdə. Bəli. $800 yukarı olan. Fiziki şərt $800. Bir şahsın nə qədər? Necə yanlış işmə? Nə 800 dolar? Bir şahsın $800 yukarı biz gömrük rüsumu ödəyirik. 36%. 800 deyildi. O nə qədərdir? 800. Ha 800 manat. Üzəsə dolar. 36% nə qədərdir? Yox, baxın, o bizim ayrıca dərsimiz var. Çox da uzaqda deyil özdə. Yəni gələn həftə yox, o bir həftə həmin dərsə keçəcəyik. Yük gömrük bəyannaməsi və ondan doğan şərtlərlə bağlı nələr varsa, onun üzərindən danışacağıq. Amma belə bir şey var. Gömrükdəki o şeylər 36% dediniz. O görəcəli deyil, sabit deyil yəni. O dəyişən bir şeydir. Məhsulun çeşidindən və təyinatından asılı olaraq tamamilə dəyişir. Fiziki şəxs üçün 36% deyəsən. Yox. Elə bir şey yox. Heç səndə yazılmayıb ki, fiziki şəxs üçün 36%. Tapa bilməzsiniz. Birinci fayda düşür və 10 fayda düşür. Və üzr istəyirəm, 36% idxalda ədəbi ilə bir yerdə deyirlər ha onlar yəni, nəzərində olsun. İndi baxın, burada yazdıqlarımız səbəb nədir? 250 manat qeyd elədiyimiz şey, yük gömrük bəyannaməsi səhifələrindən asılı olaraq gömrük işçilərinin bizim üçün onu qeyd edib, sənədləşdirib toplamağının haqqıdır. Yəni bizə göstərdikləri xidmətin haqqıdır. Yəni bəli. Gömrük rüsumu isə dövlətin xəzinədarlığa aldığı puldur. Sən bu məhsulu idxal etmirsən, bu idxalın üzərindən mənə başqa ölkədə kimsə bundan qazanc əldə edib, sən ona şərait yaratırsan və açıqlaması budur. Mən ölkəmdə isə ondan bir şəkildə ödəniş əldə etməliyəm. Bu da həmin o rüsumdur. Bayaq dediyimiz kimi bu rəqəm ödəniləndə mülkiyyət olur bizim. Onun alt hissəsindəki 13500 idxalda ədəbidir. Gətirdiyimiz bu avadanlıq nə avadanlığıdırsa, yəni bu idxalda ədəbiyə cəlb olunur. Məsələn, əgər bu bizim istehsalat seximiz çörək sexi olsaydı, yuxa sexi olsaydı, o zaman bu ədəbiyə cəlb olunmayacaqdı. Bəli, niyə? Buradakı isə dərsimizin mövzusu çörəklə bağlı deyil, çox demək tekstillə bağlıdır. Çünki aldığı sifarişlərdən görünür ki, daha doğrusu mebel sexidir. Aldığı sifarişlərdən görünür ki, bu dəzgahlardır. Yəni mebel avadanlıqlarıdır, yəni mebel düzəltmə avadanlıqlarıdır. Burada gəlir nə əsas məsələ? Çörək bişirmə avadanlıqlarında bağlı nə varsa, bunun hamısı həm idxalda ədəbiyyədən, həm də rüsumundan azaddır. Hə, amma digər avadanlıq, məsələn, dövlət özündə qeyri-standart gördüyü, istehsal edə bilmədiyi, stratejik olan nələr varsa, onların ümumiyyətlə idxalını rüsumdan və ədəbiyyədən azad edir. Bunları qeyd elədik. Biz gömrük üçün nə seçmişdik? 538 nömrəli hesabı seçmişdik də öhdəlik olaraq. Cəmləmisiniz? 721 yazmışam. 701 qeyd eləmisiniz. 721. Olmaz. Olmaz, niyə olmaz? Gəlin gedək, baxın. Hələ birinci hesablayaq da. Hesablayaq çıxsın. 13500 yazmamışam. Kaldı 50 yazmışsın. Kaldı 50 sansın. Sen bildiğin sorunu düşünmüş. Kalkulatorum var. Rəhmət olmasa belə elə. Malımızın qiyməti nə qədər idi? Sən bir dəqiqə bunu pauza vereyim, gözlə. Sualın necə idi? Sən qeyd eləmişsən 538. Mən də qeyd edeyim 538-ləri yerinə. Bir dəqiqə. Uşaqlar, suallarınızı verməsəniz belə yazın. Xahiş edirəm, yazın. Yadınızdan çıxmasını verərsiniz. Öhdəlik tərəfini doğru eləmişsən.
Bu nədir? Gömrüyə mən bir borcum yaranıb, təxirə hesab şəxsi yoldadır gedir ödəməyə və bunun bir qarşılığı olmalıdır. Arası yazılmalıdır, düzdürmü? Passiv tərəfini yazdın balansda. Aktivə qeyd eləmsən 701 satışın maliyyə dəyəri hesabına və deyirsən ki, müəllim, bunu bura niyə qeyd eləməliyəm? Bunu bura qeyd edirsənsə, o zaman sənin 701-in krediti 111-in debiti ilə müxabirləşmən olmalıdır. Axı bu dəyərlərin bir qismi şeyə getməlidir. Avadanlığın üzərinə gəlməlidir axı. Biz nə demişdik? Demişdik ki, aktivin dəyəri, hətta keçən dərs demişdik. Invoice dəyəri, yəni aldığımız qiymət, plus yolda daşıma xərci, plus gömrük xidmət haqqısı, plus gömrük rüsumu, plus ambara qədər gedən bütün xərclər və ən sonunda müəllim nə demişdi? Demişdi ki, pusk basılığına qədər pusku basan şəxs daxil, axırıncı xidmətə qədər aktivin qiymətinə daxildir. Oradan sonraki hissə isə kommersiya və yaxud da ki, istehsal məsələləri daxil ola bilər. Amma o aktiv istifadəyə hazır olan vəziyyətə qədər nə xərc varsa onun maliyyə dəyərinə girməlidir. Yəni öz dəyərinə girməlidir. Bu da alıb satdığım, bax satışın maliyyə dəyəri harda istifadə edirik hesabı. Biz nəsə bir şey satdığımızda mülkiyyətimdir mənim mouse deyək ki, mən bu mülkiyyətimi vergi dilinə desək təqdim edirəm. Mən bunu təqdim etdiyim zaman satdım. Neçəyə satdım? 25 manata. Bunun dəyəri nə idi? Mənə neçəyə başa gəlmişdi? 15 manata. Bunun dəyərini məndəki 111-dən və yaxud da 205-in kreditindən yazmalısan 701-ə. Satışımın maliyyə dəyəri budur mənim. Amma indi yox, xərc ola bilməz axı bu. Baba xərc ola bilmir. Gəlin indi bir-bir gedək. 250 manat hara daxil olmalıdır? 111-in dəyərinə. Düzdürmü? 111 qeyd edirəm. Torpaq tikili avadanlıq. Hə. Keçirik indi nəyə? Gömrük rüsumu. Nəyə daxil olur? 111-ə daxil olur. Torpaq tikili avadanlığa. İttisalda ƏDV nəyə daxil olur? 111-ə daxil olur. Broker nəyə daxil olur? 111-ə daxil olur dəyəri. Hə uşaqlar, belədirmi? Deyil. Niyə? Mən 111-ə deyil axı. 111-ə deyil. Hə. Şeylər onlar 111-ə. Sakitləş bir sakit deyil, mən də başa düşürəm. Sənə aranın adı nə? Torpaq tikili avadanlıq, əsas vəsait. Bunun aid deyil axı rüsumlar. Çünki biz onları xərcimizdir. Nə qədər ümidləndirdin məni, heç xəbərin yoxdur. Sevinmişdim. Yox. Əslində burada bir qismi 111-dir, biri deyil. ƏDV olmamalıdır. Bəli. Baxın, burada çəkdikləriniz hamısı aktivin dəyərinə daxil olur. Əgər müəssisə sadələşdirilmiş vergi ödəyicisi olardısa, yəni əlavə dəyər vergi ödəyicisi olmazdı. 2%-dir və yaxud da 5%-dir, o siz deyirsiniz, gəlir vergi ödəyicisi olardısa, bu nə demək olacaqdı? Deməli, bu ƏDV-sini əvəzləşdirə bilməyəcəkdi, dövlətdən geri istəyə bilməyəcəkdi. Amma sən əlavə dəyər vergi ödəyicisi olduğun üçün, burada itiqalda ödədiyin 13.500-ü ayın sonunda ƏDV hesabatı verəndə hesabatın əlavə bir deyilən bölməsi var. Deklarasiyanı, yəni yük gömrük bəyannaməsinin nömrəsini, tarixini, dəyərini oraya yazacaqsan və bu 13.500-ü qaytarıb verəcək sənin 521 nömrəli hesabın var idi, vergi öhdəliyi. Onun debitinə, öhdəlik hesabının debitinə. Hə, o da nə olmuş olacaq? Sən kreditdə vergin yarananda bu orada çıxılacaq. Bəli. Yəni bu sənə öncədən əvəzləşmə, hələ ora gəlməmişim, əvəzləşmə girmək istəmirəm. Girib orada batmayaq. Hə. Biz nə demişdik? Demişdik ki, bizə geri dönüşü olan heç bir şeyi biz xərc kimi nəzərə ala bilmərik. Düzdürmü? Əvəzləşmə də bizə bir şəkildə geri döndüyünə görə balansımıza aktiv kimi və yaxud da ki, mənfi pasiv kimi geri döndüyünə görə biz o 13.000-i daxil edə bilmərik. Onun üçün bizdə əvəzləşmənin hesabı var. 241-dir, bax gör. Yox. Bir də qıxışdır. 241 nömrəli hesab. 241 nədir? Aktivdir. Niyə aktiv dedik? Bax, görürsünüzmü? Hələ biz bunu burada saxlayırıq aktiv hesabda ayın sonuna qədər. Ayın sonu əvəzləşmə verəndə, bu təsdiqlənəndə 241 kredit yazacaq, yəni 241-i azaldacaq,
Düşəcək hara 520-nin debitin. Ama uğraşırken ama ticaret Bunu şey əlbəttə ki, dəyişəcək. Sözləşmə qeyd etdik. Buraya yazırıq. Bir dəqiqə. Bunları da kopyalayıb bura yazsam sizin üçün olar da yəqin ki anlaşıqlı olar. Tamam. Rüsumları qeyd elədik. İndi bir də məsələ var. Bunların ödənməsi məsələsi. Təhtil hesab şəxs getmişdi bunları ödəməyə. Biz hesablamamızı verdik. Hara getdi bu? Bilmem bakın çok haklı. Bəli. Vəzirəsi çox da ben 16.000 vermişim təkcə. Var burada gələcək bu çox. Yox, bəlkə bankdan da ödəyəcək. Göz nə yazıb? Dənizli İthalat İhracat Elektron AŞ şirkətinin növbəti hissəsi ödənilmişdir. Hə, görürsünüz uşaqlar, siz məni çatdırmısınız. Yox, çatandan sonra ödənilmişdir buradadır. Əslində rüsumdan sonra ödəməliymişik. Çünki burada şərt qoyulubdur. 11-ci şərtə baxın. 11-ci şərtdə demişik ki, Dənizli İthalat İhracat Qida Elektronik AŞ şirkətindən növbəti hissəsi ödənilmişdir. Deməli rəsmiləşmədən sonra ödəməliymişik. Ebi yoxdur, onun yerini dəyişərik. Bir dənə burada indi bunun ödəmə hissəsini düzəldək. Sonra 20% ödənəcək. Ondan sonra 60% hala 20% ödənəcək. Faizini çatmalı ödəmişəm. O birisi ayının 20%'i ödəməyir. Düz əslində. Bir də sadəcə 20% girməliyik. O birisi aya keçmişik. Yok. Bax şərtdə görünə deyil. Yok bir hareket etmiş. Niyə? Biz hal-hazırda hardayıq? Hansaydı? Yazın. Biz aprel ayının 15-də deyilik. 15'inde. Onda seçeceğim. Üçüncünü də yazsan, səhv yazmış olarsın. İndi bir də ödəmək üçün nə edirik? Bax, bunların eynisini, sən demişlər, rəqəmlər toplayaq görək nə qədərdir? 23.570 manat edir. Çok. O bir kvadratda Bakı, nəfəs hesabı avans kimi veriləcək hesablanacaq. bakı təhtil hesabı tamamilə doğru dedin. Nə qəşəng. Onu oxumuşam. Keçən 23-cü ilin əvvəlində hazırlamışam bunu yanvar ayında falan da. Yadımdan çıxıb nə üçün nəzərdə tutmuşam. Öhdəlik tərəfini kopyalayıram uşaqlar. Atam debitə. Çünki ödəniş eləməliyəm. Ödənişlər hardan gedəcək? 244 idi. 244-dən. 16 ise уже şifravotkası olacak 244 221 kas azalacak. Yox. Niye? 244-ü təhtil hesab. Yok başka şey verin. Cibinden versin. Təhtil hesab. Və rəqəmləri olduğu kimi endirirəm aşağı. Olmadı. Kopyalarını istiyorum. Tamam. Bunu yazıq. Gömür ödəniş. Gömür ödəniş. Tamam. 244, 16.000 mən vermişdim. Amma ödəniş eləyibdi 23.570. Düzdürmü? 244'ün təkcə T hesabını düşünək. Hə? T hesabçı. Təkcə T hesabını düşünək. Evet. O zaman necə olmuş olur? Dövrəyə qalx cədvəlin gözünün qabağına gətir. Onun dövriyyə hissəsini. Təhtil hesab şəxs dövriyyəsində debitinə nə əlavə olunubdur burada rəqəm? 16.000. Kreditində nə qədər rəqəm var? 23.500. Bizim ona borcumuz qalır. İndi sən bunu T hesabla eləyəndə necə görünür o? Hara yazarsan qalığa, yazmağa yerin yoxdur. Debitə mənfi ilə qeyd eləməlisən. Amma dövrəyə qalx cədvəlində yazdığımız zaman, indi burada gəlirik, siz kassanı deyirsiniz, hə? Kassanı niyə əlavə eləmədik? Bəli, başlayın. Mənim ona borcumun görünməsi lazımdır və bu təhtil hesab şəxsdə debitində mənfi ilə görünməlidir. Ki, avans hesabatının önünə mənfi ilə bu qalıq rəqəmi düşsün ki, mən növbəti avansımı ona çıxardanda həmin rəqəm plus təzə vermək istədiyim avans olsun. Yəni, avans hesabatı bağlana bilsin. Və bu necə olur? Biri var kassanın mənə iade etdiyi, təhtil hesab şəxsin mənə iade etdiyi və mənim təhtil hesab şəxsə verdiyim.
Təhdid hesab şəxsə pulların qayıtmağı heç vaxt borcun ödəniş kimi görünmür. Yox. Yəni sən də təhdid hesab şəxsə borcun görünmür. Sən onu öhdəlikdəki bir rəqəm kimi görmürsən. Aktivin indi burada biz dövrəyə qalıq cədvəlini işləyəndə görəcəksiniz ki, aktivimizdə mənfi ilə bir rəqəm əmələ gəlir. Aktivdə təhdid hesabdadır. Bunu mənfi nə deməkdir? Bu da avansı verəndə, yəni onun avans qalığını siz toplayanda görəcəksiniz ki, mənfi ilə rəqəm çıxdı. Avans səbatı verildi, ayın sonu bağlananda bizim adama avans səbatında mənfi rəqəmimiz qalır. Biz hər dəfə neyinirdi? Növbəti ayın əvvəli təhdid hesab şəxsin yeni tələbi varsa avansını açmalıyıq. Buna yenidən avans verməliyik. Həmin avansı verəndə əgər təhdidlərin pulunu ödəmək istəyiriksə, təhdidatını ki ödəməliyik. Nə qədər borcumuz qalır yerə? Deyək ki, 13.000 qalır yerdə və yaxud 7.000 qalır. Yeni vermək istədiyimiz pul 10.000-dirsə və yaxud da 3.000-dirsə, 7.000 əvvəlki borcun üstündə 3.000 qoyuruq, 10.000 avans kimi təzədən pul veririk ona. Onun borcunu Yəni sistemimizdə demək istədiyim odur ki, öhdəlik gözündən axtarmayın təhdid hesab şəxsə olan borcumuzu. Biri desək ki, məsəl üçün təchizatçıya borcumuz var, keçən səfər pul az olmuşdu, özündən xərcləyib, gedib onu 500 nömrəli hesablarda axtarmağınız gərəkmir. 244. Aktivlərdə 244 nömrəli hesabı debitində axtarmalısınız. Onu deyirdim. 244 debit olacaq, 221 kredit. Növbəti şərt nədir? 5 nəfər. Bu ödənişini yazmışıq. Bunu bir dənə yerini düzəldim. Yoxsa qalsın elə, bir dənə baxaq. Ödəniş hissəsində. Yazmadım onu. Yazalım. Bu nədir? 243 verilmiş avans. Biz bunu birini düz eləməmişik. Bizə dəqiqə. Nə hara vermişdik biz bunu? Bu heç icarə idi. Bu 13.000. Verilmiş avans kimi işləmişdik. Aşağıda qalın. Sözlərini gəlirəm bura. Verilmiş. Aha. Baxın, burada təzədən eyni əməliyyatın təkrarını işləmişik. Bu doğru deyil. Bu ikinci əməliyyatı. Bunu elə bunu da buradan silmək lazımdır uşaqlar. Avans vermək üçün. Bunu da silmək lazımdır. Niyə? Burada zaten avansdaydı. 243 bağlamalıydı buna rəqəmi. Çünki 243-ə vermişik, ödəmişik rəqəmi. Yoxsa elə ödədiyimiz avans budur. Hə, aydındır. Çatanda da ödənmə. Tamam, bu da həmin rəqəmdir. Amma bunu biz atmalıyıq biraz aşağı hissəyə. Biz bunu bura atmalıyıq. 15 5 tarixini. Şahlıdır da o. 5. Onda mən bu şərti sildim burada. Biz yeni ümumiyyətlə boş egzəbikəyə başlayarıq. Bir fərq nədir ki? Sildik yazısı. Sən də çıxın, mən şəxsənə uzmanlaşmışsın. Mən sildik karakter bilirəm. Sən əməliyyatın ardıcıllığını dən diqqət elə. Şuna düşmən. Şuna bir şey var. Diyelim ki siz daha məndən savadsız başa düşürsünüz. Ona görə daha da Bir dəqiqə. mən söyledim. Ona əsasən getdik qayda. Ardıcılıq keçməsəyə. Ardıcılıq keçin amma şu şeyini qayda. Bunların ardıcıllıqla formalaşdırırıq məsələni. Şərti ilə bir-bir, bu videonu da heç baxma. Şərti ilə bir-bir baxa-baxa getdiyində ardıcıl əməliyyatı görərsiniz deyə bunu ona görə üzərindən gedir, düzəldirik. İçimizə edə bildim. Yəni şərtlə məsələni həlli birə-bir getsin deyə. Ki siz bu məsələni təkrar işləyəndə və yaxud da baxanda çalışmaya baxacaqsınız da, yəqin ki növbəti əməliyyatlar, dərsləri işləyəndə qayıdıb buradakı əməliyyatdan istifadə edəcəksiniz. Bizə dəqiqə. Məncə bu da çətindir. Bilməyəm sizə düz deyirsin. Sən deyirəm. Mən bir şey bilmirəm. Ona görə bir iki sözdə yazılmalıydı. O şəkildə dərsinə mən yenə şəkildə açmış görürəm. Biz birimizsə bəzi şeylər bəzi şeylər Tamam. Həmin şərtimiz yoxdur. İşçilərin işə götürülməsinə də baxaq. Tamam. İşçilərin işə götürülməsi burada yoxdur.
2022-ci ilin aprelin 20-si tarixində müəssisəyə 5 nəfər usta vəzifəsinə işçi götürülmüşdür. Hər nəfərin əmək haqqısı 700 AZN-dir. Aprelin, buna burada maraqlı tərəf var. Siz bunu işləyə bilmərsiniz. Baxın uşaqlar, bax həmin mövzudan birinə də gəldim. Biz bu əməliyyatı hesablamaq kimi hələ ki daxil eləmirik. Ay sonunu gözləyəcək ki, hesablamamızı daxil elə. Bu birinci şərt. İkinci şərt, sizin bu məsələnizin içində də olacaq növbətilərdə. Görürsünüz, hansı tarixdə işə götürülübdür? Aprelin 20-si. Bəli, 20-sindən bu tərəfə iş üçün olacaq. Bəli, tabel işləməz. 10 gün olmaya da bilər. Yəni tabeldə nasıl olacaq o? Bəlkə orada bayramı falan, bəli. Dəzgahların ambara daşınması üçün 166 yüz daşıma xidmətindən 300 AZN-lik hesab faktura göndərilmişdir. Artıq bu demək 166 xidmətini göstərib və bizə hesab fakturanı göndərib ki, pulunu ödə. Bəli. Bu nə deməkdir? Ya biz hansı əməliyyat edirdik bu olanda? Sənəd gəlibdir stolumuzun üstünə, mühasibi gəldilər qoydular masamıza. Biz nə edəcəyik? Birinci sənəd deyirəm. Sənəd gəlib. Hesab faktura gəlib bizə. Elektron qaymə gəlib. Fərq etməz yəni. Hesablama edirik. Birinci sistemdə borcu yaradırıq. Hesablamamızı edirik. Nəyin əsasında? Hesab fakturanın qaymənin əsasında. Sənəd əsasında. Baxın, görün nə deyir? 166 yük daşıma xidməti. Dəzgahların ambara daşınması üçün 300 AZN-lik hesab faktura. Fərqdir. Niyə necə fərsdə bu? Tək bu dərs 4 dəfə demişəm ki, aktivlərin istifadəyə hazır olana qədər çəkilən bütün xərclər idarə edən üstə qalacaq. Nerede orada görüşmeye? Bu taşımak. Daşıma da var. Vurmamaq lazımdır. 300 manat öhdəliyi bəli 538 olaraq götürək. Çünki bəlli bir bu şirkətlə müqaviləmiz varsa 166 ilə şirkət olaraq 531-də apara bilərsiniz. Bu şirkətlə yoxdursa, bir dəfəlik istifadədirsə, o zaman 538-də qeyd edirsiniz. Rəqəm nə qədər idi? 300 manat, 111 hə? 205 deyil axı. Dəzgahda aldıqlarımız. Bundan qabaq mənim ilgisi deyirdi bizdən. Elə Yapmamışdı da ya. yatar, PVC aparatı, CNC router. Yatar, PVC aparatı, CNC router. İstehsalat sahəsi, avadanlıq. Baxın, avadanlıqlar alınmışdır. Yataq deyil, yatardım. Üzərində mebellə falan istər doğranır, hərflər falan. Hə. Bunu qeyd etdik. Nə qaldı? Dəzgahların quraşdırılmasına baxın, yenə bu əvki edəndir. Dəzgahların quraşdırılmasına fərdi ustalara yatar üçün 150 AZN, CNC router üçün 500 AZN, PVC aparatı üçün 500 AZN ödənilmişdir. Fərdi ustalara siz bunu birləşdirib bir yazmalısınız və bu belə deyək. Bunu birbaşa sizin aktardığınız belə xərcə yazmaq istəyən hallarda həmişə xərcə yazırsan ha. Bu səfər xərcə yox. Amma bu vəsaitinin krediti torpaq tikili avadanlığının debiti olaraq, yəni avadanlığın debiti olaraq bu əməliyyatı yaza bilərsən. Rəqəmin cəmini o qədər edir. Bəli, 1150-dir. Baxın, 1150 fərdi ustalar olduğu üçün kassadan çıxardırsınız rəqəmi. Kassanın avtomatik kreditə qeyd elədim. Şirkətdən gəlirsə quraşdırmağa hesablarını ödəyəcək. Bankdan çıxacaq bu. Sən lazım üstə faiz verəsən var. Torpaq tikili avadanlıq, quraşdırma xərci, Ben bir şey soruşsam yazmazsınız. yox, bezmərəm. Çoğu niye xərcə yazdın? Yazmadıq axı. Yapmaq da ha. Yox, yazmadım. Sən məni bir gün bezdin ama öldürəcəksən. Xərcin canlıda. Dedi ki, bax, bu səncə yazmır. Yox, sənin diqqətini çəkməyə çalışırdım ki,
Bunu birbaşa artıq avadanlığın özünə ödəyə bilərsən. Niyə? Çünki burada artıq üstü faktorudur. Hər hansı bir şirkət deyil. Sən buna bir hesablama eləyəsən. Yerində ödənilmiş bir məvacibdir. Kassadan verdin, getdi. İndi bununla bağlı bir dənə məsələn, sonra deyirsiniz keçməmiş, amma bunlara diqqət edin ha. Nəqd vəsait. Əgər usta ciddi bir avadanlığı quraşdırmağa gəlibsə və siz ona nəqd ödəmək məcburiyyətindəsinizsə, Cidden. məsəl üçün 50 minlik bir dəzgahı quraşdırmağa gəlib. Hə, sabah onu səhv eləsə, dəzgah xarab olacaq. Mən ustanı bir də hardan alacaq? Onun səhvindən olmuş olacaq, düzdürmü? Onun üçün vergi məcəlləsinin bu qaydasını eləyirsiniz. Ödəmə mənbəyindən vergi olaraq 14% gəlir vergisini cəlb eləyirsiniz adam. Necə olur? Biz işçilərdə hesablayanda necə olmuşdu? Dövlət müəssisələrində və neft qaz sənayesində çalışanlar üçün gəlir vergisini cəlb eləyirdik. Düzdür? 14% timsalında bir də qabağının üstürü var idi də, düzdür? Burada isə elə deyil. Ödəyirəm nə qədər? 1150 manat. 1150 manatı vururam 14%-ə. Nə elədi? Həmin rəqəmi çıxıram puldan, yerdə qalan verirəm özünə. Və vəsiqəsində götürürəm. Və onun sayəsində həmin rəqəmi ödəyirəm dövlətə. Qəbz də olur məndə. Həm adama da kassama xaric verirəm. Bundan nə eləmiş olurum? Əlbəttə qaytarıram. Bundan nə eləmiş oluram? Sabahlarım dəzgahımda hər hansı bir ustanın quraşdırma səhvindən yaranan problemlə əsas vəsaitim itsə, qırılsa, sınsa və mənə əlavə xərc yaratsa, o zaman mən qarşı tərəfdə ustadan onu tələb eləyə bilərəm. İstər məhkəmə qaydasından, istər belə yerli özünün idarə etmə qaydasından. Müqavilətsiz belə olsa eləmək olur yəni. Bu kadar şey, güvenlik. Uzun bir şey değil ki. Adamı pul tutsa. Bilmez mi güvenlik? Adamda o zaman adamın düğünü olmalıdır. Mütləq vergi ödəyicisi olmalıdır ki, sən onunla müqavilə bağlaya bilərsən. Yani- Olsa yani. Olmasa. Baxın, biz burada Evet. birəbir necə olmalıdırdan getmirik. Zaten şirkətlərlə bağlı əməliyyatları bilirik ki, müqavilə olur, müqavilə əsasında akt protokol, onu danışmışıq və onun da əsasında elektron qayımı olur. Biz real sizin qabağımıza çıxandan gedir. Orada nə edəcəksiniz? Avadanlıq da gəldi, təhvil aldınız, girdi, quraşdırıldı, pusk verildi, düzdürmü? Buna kimsə cavabdeh olmalı. Sən durub xarici şirkətlə zamini ilə almısansa rahat ola bilərsən. Amma gəlib adam yoxladı, dedi yerində bu çıxdı, istismar və quraşdırma problemi ilə. O zaman nə olmuş olacaq? Sənin bir də qarşı tərəfin yol xərcini və digər şeylərini çəkmə məcburiyyətində qalacaqsın. Bəli, onun üçün bir mühasib olaraq ilk işini ödəmə mənbəyindən pul tutursan, pulun bizə çıxıb gedir. Və onu sənədləşdirsən də bir dənə kassama xaric versən, bir də vəsiqəsi kopyasını götürürsən. Sonraki əməliyyatımız 25 aprel tarixində avadanlıqlar istifadəyə verilmişdir. Gələ baxın, siz məsələnin orijinalını işləyəndə görəcəksiniz, bu tarixin əhəmiyyəti var. İstismara verilip girmez. İstismara verildiyi tarixdən amortisasiya hesablanır. İstismara verilənə qədər ambara alındığı tarixdən yox. Bana göre ifade. Sonra daha İstismara verende orada ilk aldığım meyveli ya avadanlığın qiyməti yazılır və üstünə gələn bütün rəqəmlər gəlməlidir. Ondan sonra istismara üstün. bəli, şəklində. Üstən hesablarını Bəli, amortizasiya, köhnəlmə istifadəyə verildiyi vaxtda hesablanır. Bax, bu şərti yazılmanın səbəbi odur. Sizdə isə hər hansı bir şey kəsb eləmir hal-hazırda. 27.02 tarixində Lamina Dekor şirkətinin ilə material alışı üçün müqavilə bağlanmış və ön ödəmə olaraq 22.500 ədəbi daxil məbləğ köçürülmüşdür. Bu köçürülmə məbləği nə olacaq? Yenə bizdə avans ödənişi olacaq. Bizdən avans. Hə günə, bax bura şərt aydın oldu. O nödən ədəbi daxil rəqəm köçürülür. 22.500. Ədəbin material alışı başqa gibi. Baxın, burada problem yoxdur. Bayaq elədiyimiz var idi. Onu indi eləmirik. Bayaqların biz öz balansımızı qoruyurduq, öz çotumuzu. İndi biz veririk, qarşı tərəfin çotu bizə maraqlıdır. Deyir ki, necə yazır yaz. Çünki Bizə çıxışımız lazımdır. Pul vəsaiti olaraq pul çıxacaq bizdən. materiala yardım. Debit bir rəqəm olacaq, kreditimizi 2 dənə eləyə bilərik. Şurada iki artı da anladım. Adam Hələ yox, 200 hələ yox. Baxın, 27.04 tarixində Lamina Dekor şirkəti ilə bağlanan müqavilə əsasında 22.500 manat ədəbi daxil məbləğ köçürülmüşdür. Hələ mal gəlməyibdi mənə. ham malı. 30.04.2022-ci il tarixində Lamina Dekor şirkəti bir listinin ölçüsünü də verir. Olan Türkiyə isə 100 ədəd laminat ambara çatdırır
Listin qiyməti 110 AZN-dir. Yok kadar dermiyorum. Ben yapsın. Sarı bax, heç bunları işləməyəcəyik. Gəlin sizə belə şey deyim də. Ben Bununla tanış olun, yadınızda qalsın. Sarı ilə olan yerlər və burada bəzi şərtlər var da, sizə qarışıq gələn şərtlər. Onların hamısı keçən dərs sizə göstərdiyim çalışma cədvəli var idi. Etap-etap, bölüm-bölüm gedirdi. Siz burada mal materialın silinməsini eləyirsiniz, ölçüyə uyğun maye dəyəri çıxardırsınız, nə qədər iticə gedəcək ona baxırsınız. Yəni bu ölçülər, bu rəqəmlər onun üçün lazımdır. Ona görə sarı ilə işarələnib ki, bunlara baxın. Bu istehsal əlaqələrdir. Heç eləyəcək bir şeyiniz də yoxdur. Əlinizdə ona uyğun cədvəliniz də yoxdur. Bilgi birikiminiz də yoxdur ki, hal-hazırda onu eləyəsiniz. Ona görə onu boş qoyursunuz. Mən cədvəli Artemisin bu əməliyyatını saxlayıram. Heç düzəliş vermirəm. Buna saxlanıq verim sizə o. Verməmişdən qabaq buranı düzəldək. Tamam, sildirəm. Bəli, sildirəm. Silə bilmirəm. devlet Yox, eləmək istəyirəm. yine ne oldu bilmiyorum. Tamam, bu oldu müxabirləşməniz. Zaten ben güzel şantiyete muhabbetleşme yapmışım da düzgün. Yukarısı yazmamıştı. Bir de şeyde o döbreyi dalgına yazmamıştım. Ayaklar çeşitli. Siz bunlara görürsünüz. Ardıcılığına yıkılıyor. Önce başa düşmek bir yardım olar. Bəli, bəli. Sınavlar. Saçlı ha, problemdir, buyurun. Qıntırxanı ha buradadır. Sınır. Sağ olun. Öyle düştü mü? Sen de bir kızı Artemis müxabirləşmə. Tamam, buradadır. Bunu atım sizə. Bu o biri qrupa gələcək. Bir de sana kamerayı ben size ders geldim. Tezı işte şey Şöyle, siz fasilə ver, mən videonu da əlavə edeyim. Sizin üçün təzə bir dənə. Ha? Nə qədər az qaldı? Orada da. Var, var. Şu işlere geçme baktılar. Bir de baktılar. Sen de. Ya Allah. Bir dakika. Daha sonra Çatı yekunlaşasınız. Bu sürətdə siz yekunlaşacağınızı düşünmürəm. Böyle dur. Ehtiyatlar. 90 dönüm kızda geçelim. Ben sonra sen yaş 86. Sen 86 yok bu kadar da yok. 89 diyor. Sen çektiğin şey tabii. Bu sanatın geçiyor. Hayır. Çıkın var. Kimin sen? Temel tuvalet.